Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, son dövrlərdə Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə bəzi Azərbaycan vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur. Bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlar var. Xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək bəzi hallarda xüsusilə ağır cinayətdir. Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil. Milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir. Bugün hansısa vətəndaşın hansısa kənar coğrafiyada özünün rəsmi vəzifələrini yerinə yetirilməsi üçün göndərilmədiyi halda münaqişələrə qatılması, o cümlədən Rusiya-Ukrayna arasında davam edən hərbi əməliyyatlarda çoxsaylı vətəndaşlarımızın zaman-zaman döyüşçü qismində həlak olması təbii ki, dövlətimiz tərəfindən narahatlıqla qarşılanır və Baş Prokurorluğun xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etməyin ağır cinayət olmasına dair vətəndaşlara xəbərdarlıq etməsi də dövlətimizin bu narahatlığından doğurur. Azərbaycan Cinayət Məcəlləsinə əsasən muzluluq, yəni maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək cinayət hesab olunur. Bu əməllərə görə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Hansısa ideoloji zəmində etməsi, yaxud maddi, şəxsi və s. maraqlarla əsaslandırılaraq həmin döyüşlərə qatılması bu bir mənalı şəkildə Azərbaycan Cinayət Məcəlləsi ilə muzluq əməli hesab olunur, yəni cinayətdir. Bu mənada Azərbaycan vətəndaşları yaxşı olar ki, bu kimi addımlardan çəkinsinlər və nəzərə alsınlar ki, artıq Azərbaycan hüquq mühafizə orqanları tərəfindən aidiyyatı maddə üzrə artıq bir neçə cinayət işi açılıb. Baş Prokurorluqdan o da bildirilib ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir. Bir neçə vətəndaş barəsində belə fakta görə cinayət işləri başlanılıb. Raman Abdullayev, Sevinç Vaqif qızı, Xəzər xəbər.